Siz de Novruz bayramında yani deyirəm papaq atırlar. Fakat satışta da Erzakadan aldım. Ha Şah? Ha. Deyirəm, deyirəm sizdə Novruz bayramında papaq atırlar. Atmazlar bize. Başına giyerler onu pek. Ha neyse bu Novruz bayramından çıxaq. Buradan Ay müəllim, nə Novruz bayramı bir deyin görəyik. Yox, burada yazıblar ki, qalsın Novruz bayramına kimi. Ha, bu Novruz bayramı qalsın infakturar bana. Ha kardeş. Ha? Ne? Ruslan Bey bir... Ne? Hacı? Tekrardan söyleyebilir misiniz Sevinç Hanım? Ne? Ha, ben demedim Sevinç Hanım. Ya, bir şey yok. Ben demedim Sevinç Hanım dedi. Nə müəllim, məni elətib üstümə atdınız. Yox mən nə dedim ki, mən eşitmədim, elə bildim siz dediniz. Ha. Ha. Şah, mənim hədiyəm aldın. Kardeş sənə nə olub bugün? Hediye. Hansı hediye? O var idi dünən. Dedim ya biraz o taraf öyle. Ha. Biraz o taraf eletiyor. Bunu pakete salıp koydun mu onu? Aa. Sevinç Hanım. Bir iki güne Allah koysa. Ha, ne güzel. Ha. Arkada milçək gedir o yan bu yana. Bir bax ora. Ha? Deyirəm ki, Allah koysa bir iki güne açıqlayaq, 10 gün qalsın konsertdən sonra. Çox deyil ay müəllim, infak var onu. Ha. Benim noşiğim var kulağımda. Noşiğim. Noşiğim var. Deyirik ki inşallah. Yani 10 gün qalmaq olar da, yani konsertdən sonra gəzməyə 10 gün vaxt həmin çatar. 10 gün konsertdən sonra. 10 gün biz sabrınız yeter mi bize 10 gün? Kardeş, and ol Allah'a, yani Allah nənəmə rəhmət eləsin, bir ömür boyu. Allah nənənizə rəhmət eləsin. O nənə 2 dəqiqədən bir Allah rəhmət istəyir ondan. Kim? Allah rahmet eylesin. Ölənə. Deyirəm ki, yəni bir ömür boyu burada qalmaq istəyərsə, hamı istəyir ki, elə bir ömür boyu qalasın inşallah. Yəni belə də olar. Nə olar ki? Teşekkür ederim, Allah razı olsun. İnşallah. Ha, orada hava Konakperverliğinize. Su yok bizde. Kar yağar. Ama ben yürüyen yerde yağış yağar, kar yağar. Allah'a şükür. Ötəri. Ötəri. Deyir ki, mən getdiyim hər yerə Qar yağır. yağar yağır. Ha, başa düşdüm. İnşallah istəyir Allah'ım. Ha. İnşallah siz Ay müəllim, zarafat bir yana, indi inşallah ki, Şaha demək istədiyiniz söz var. Bəli, demək istəyirəm ki, əziz qardaş, 1-2 günə Allah qoysa sabahlarım indi danışarıq belə telefonda. 1-2 günə növbəti günü açıqlayarıq Allah qoysa inşallah. Biz də öz işlərimizi görərik. Yəni hər kəs sizi